Mən Əliyev Lalə Babək qızıyım. Sosial Müdafiə Əmək və Sosial Müdafiə Nazirliyindən şikayətim var. Şikayətim bununla bağlıdır ki, oğlum Babaşov Murad İslamoğlu qərar veribdir ki, əskərliyə yararlıdır. Halbuki mənim oğlumun ayaqlarının ikisi də 3-cü dərəcəli yastı pəncədir. Voyinkomatın da bunun qərarı var. Buna baxmayaraq Sosial Müdafiə Nazirliyi oğluma yararlı qəbul edib qərar. Və məni hal-hazırda heç yer qəbul eləmir, o ora atır, bu bura atır. Sosial Müdafiə Nazirliyinin reabilitasiya şöbəsində oldum. Mənə heç bir işi içəri də buraxmadılar, heç içəri də qoymadılar. Yəni mənim uşağım sağlam olsun, mən bir söz demirəm, getsin əskərliyini çəksin. Amma bu uşağın ayaqları problemdir. Bu ayağını bir gün başına bir şey gəlsə kim mənə cavab verəcək? Hansı bir qurum mənə cavab verəcək uşağımın səhhəti ilə bağlı? Yəni mən çox bununla bağlı hansı quruma əlavə, hansı quruma müraciət etmisiniz? Mən çox quruma müraciət etmişəm. Hal-hazırda mənim işim hərbi prokuraturadadır. Hal-hazırda məni indi çağırmadılar, gözləyirəm. Yəni çox yerə yazmışam. Mehriban xanıma yazmışam, vitse-prezident İlham Əliyev cənablarına yazmışam. Baş prokuror Kamran Əliyevə yazmışam. Müdafiə Nazirliyinə, sonra ombudsmana, yəni çox yerə var. Məndə hal-hazırda telegramlar da var. Amma heç bir yerdən bir hərbi prokurorluq çıxmaq şərtindən heç kəs məni çağırmır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sizə hansı cavab verilib və burada kimin qəbulunda olmusunuz? Orada mən getdim, mənə heç kəs qəbul eləmədi, reabilitasiya şöbəsinə getdim. Orada mənə heç bir şey demədilər. Dedilər ki, biz artıq qərarımızı vermişik. Yəni mən istədim ki, yenidən ekspertiza yaradılsın. Uşağın ayağı bir daha yoxlanılsın. Ya sadəcə məni yola verib yola saldılar. Bu səhərdə mən burada oldum yenə. Burada da mən elə belə yüngülvari yola verib yola saldılar ki, gedin reabilitasiya şöbəsinə. Yəni o ora bu bura top kimi mənə atırlar bax belə. Mən çox xahiş edirəm bu işə bir aydınlıq gətirilsin. Yenidən ekspertiza yaradılsın və mənim uşağımın ayaqlarının bir daha yoxlanılsın. Mənim tələbim budur. Dövlət hərbi çalışının bağlı mıdır? Keçib bir daha çəkəcəksə, İzahatı verək, amma hal-hazırda mənim oğlum indi oktyabr, bir dəqiqədə imkan verin deyim. Hal-hazırda oktyabr çağırışındadır o indi. Onu indi aparandan sonra necə olacaq? Onunla bağlı sizə deyirlər ki, oğlum yaxınlaşmalıdır, müraciət edilməlidir. Sizə deyirsə, mən gedim, onu alım. Buyurun, ətraflı izah edin.